Salam əziz izləyicilər. Bugün sizinlə çox asan və zərif bir bilərzik hazırlayırıq. Yeni başlayanlar üçün də bu modelin hazırlaması çox rahat olacaq. Gəlin birlikdə hazırlayaq. Bizə lazım olacaq xırda qızılı və kristal muncuq, bilərzik üçün bağlayıcı və uzadıcı sep və muncuq düzümü üçün istənilən iynə və sap. Bir bağlayıcı 4 xırda qızılı muncuğu götürüb iynə sapdan keçirdiririk. Muncuqları aşağı hissəyə endiririk. Əlimizə iki tərəfdən sapları götürüb 2 düğün vururuq. Düğün vururuq ki, bizim bağlayıcı hissəmiz açılmasın, möhkəm olsun. Əlimizə bağlayıcı hissəsini götürüb iynə sapı muncuqların içindən keçirdiririk. İynə sapımızı dairəvi şəkildə muncuqların içindən keçirdiririk. Beləliklə, bizim bağlayıcı hissəmiz hazırdır. Bilərziyimizə davam edirik. 4 kristal və 3 xırda qızılı muncuğu götürüb, bağlayıcı hissədə qızılı muncuğa birləşdiririk. İynə sapımızı təkrarən bir də muncuqların içindən dairəvi şəkildə keçirdiririk. Artıq sapımızı qayçı ilə kəsirik və bilərziyimizə davam edirik. İynə sapı muncuqların içindən yuxarıya doğru keçirdiririk. Beləliklə, bizim bilərziyimizin birinci hissəsi hazırdır. Bilərziyimizə davam edirik. 3 qızılı muncuğu götürüb, bilərziydə olan xırda qızılı muncuğa birləşdiririk. Təkrarən bir də dairəvi şəkildə iynə sapımızı muncuqların içindən bir də keçirdiririk. Bilərziyimizə davam edirik. Eyni qaydada 4 kristal və 3 xırda qızılı muncuğu götürüb, bilərziydə olan qızılı muncuğa birləşdiririk. İynə sapımızı bir də muncuqların içindən keçirdiririk.
Bilərziyimizə davam edirik. Bilərziyimizin ikinci hissəsi də hazırdır. Belə qaydada davam edirik. Bilərziyimizin indi isə çox hissəsi hazırdır. Çox asan və rahat bilərziyimizi hazırladıq və keçirik bilərziyimizin uzadıcı seplə bağlayıcı hissəsinə. Bir uzadıcı sep 4 xırda qızılı muncuğu götürüb bilərziydə olan xırda qızılı muncuğa birləşdiririk. Bilərziyimizi əlimizdə çevirib iynə sapımızı bir də təkrarən dairəvi şəkildə muncuların içindən iynə sapımızı bir də keçirdiririk. İynə sapı muncuqların arasından keçirib 2 düyün vururuq. Düyün vururuq ki, bizim bilərziyimiz sapdan açılmasın. İynə sapımızı muncuqların arasından keçirdiririk. Və artıq sapımızı qayçı ilə kəsirik. Beləliklə, bizim bilərziyimiz hazırdır. Əziz izləyicilər, videonu izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, kanala abunə olmağı unutmayın. Hələlik.